təyinatı üzrə istifadə edilən və yaxud da ki, üzürlü səbəbdən təyinatı üzrə istifadə edilə bilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi əvvəlki kimi qalır. Yəni bu kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər üçün heç bir əlavə yük, heç bir əlavə vergi öhdəliyi yaratmır. Lakin o şəxslər ki, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəçiləridirlər və yaxud da mülkiyyətçiləridirlər, lakin həmin torpaqlardan üzürlü səbəb olmadan, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya əsasən müəyyənləşdirilən bu müəyyən agrotexniki, meliorasiya səbəbləri ola bilər ki, onlar həmin ildə təyinat üzrə istifadə edilə bilmir. Həmin üzürlü səbəblər istisna olmaqla digər hallarda təyinat üzrə istifadə edilmirsə, bu zaman artıq torpaq vergisinin yüksək dərəcəsi müəyyənləşdirilir. Hər 100 kvadrat metr üçün 10 manat məbləğində. Lakin bu məsələ heç də bir mənalı qarşılanmayıb. Millət vəkillərinin bəziləri bu məsələdə kəndlilərin zərər görməməsi üçün həssas yanaşmağı məsləhət görüblər. Elə bir ailələr var ki, onun torpağı 3-4 yerdə, 2 yerdədir, ayrı-ayrı sahələrdədir. Kəndin biri 30 kilometr kənarda, biri başqa bir yerdə. Və ən maraqlısı budur ki, bölünən 1 hektar onun torpağı varsa, torpağın eni cəmsi 12 metrdir, uzunluğu 600 metr. 12 metr enində qonşudur və hər iki qonşunun arasında bu da kanal çəkir, o biri də torpağın hardasa bir 10% da o sahələrə gedir. Bu əkir yoncanı, o birisi əkir qarpızı. Buna su lazımdır, buna su lazım deyil. Belə hallar məcburiyyət qarşısında qalır, o insanlar o torpaqdan istifadə edə bilmir.